Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Taif şəhərinə getdi. İnsanları İslama dəvət etdi. Bilirsənmi nə oldu? Onu daşladılar. Uşaqları onun arxasınca saldılar. Ayaqları qanıyırdı, bədəni yaralı idi. Mələklər gəlib dedilər, ya Rəsulallah, əmr et, bu iki dağı onların üstünə çevirək. Təsəvvür et, bütün şəhəri bir anda məhv edə bilərdi. Amma o nə dedi? Xeyr, bəlkə onların nəslindən Allaha iman edən insanlar çıxar. Yaralı, qanlı, təhqir olunmuş halda hələ də o insanlar üçün dua edirdi. Bax, əxlaq budur qardaşım, böyüklük budur. Sən çətin günündə insanlara qarğış edirsən, kin saxlayırsan, intiqam planları qurursan. Amma Peyğəmbərin sünnəti bağışlamaqdır. Bağışla qardaşım, ürəyindəki kini burax. O kin sənə ağırlıqdır, sən bilmirsən. Bağışlayan anda o ağırlıq düşəcək çiynindən və nəfəs alacaqsan. Həm də Allah bağışlayanları sevir. Bağışla ki, bağışlanasan.